Rəqsən xanım, necəsiz? Bugün çox gözələm, çox gözələm. Özümə bayıldım. Rəqsən xanım, bugün doğum gününüzü qeyd edirsiniz. Bu il sizin üçün keşməkeşli və çətin bir oldu. Çox. Bütün bunlara baxanda özünüzə nə demək istəyirsiniz? Mən çox güclü qadınam. Çətin dönəmlərdən keçdiniz, amma xalqın sevgisi hər zaman sizinlə oldu. Sizcə sizi ayaqda saxlayan daha çox nədir? Ailə, səhnə, yoxsa tamaşaçı sevgisi? Məni ən çox saxlayan tamaşaçı sevgisidir və onu gördüm, onu hiss elədim. Naxçıvanda mən bunu gördüm. Mənim arxamda bir böyük ordu, bu boyda insan sevgisi, bu başqa bir şeydir. Yəni bu nə pulla alınası deyil, bu nə mümkün deyil bu sevgini qazanmaq. Maşallah olsun. Rəqsəni xanım, bu doğum günündə keçən bir ilə baxanda ən böyük dərsiniz və ən böyük qazancınız nə oldu? Mən bütün doğum günlərimdə nədənsə nə isə itirirəm, nə isə qazanıram. Bu doğum günündə qazandığım çox şey var. Çoxdur. Adlarını bir-bir sadalamaq istəmirəm və onu bildirmək istəyirəm ki, Allahımdan çox razıyam. Rəqsəni xanım, yeni yaşınıza bir arzu yox, bir qərarla başlamaq istəsəniz, özünüzə və sizi sevən insanlara nə söz verərdiniz? Mən ona söz verərdim ki, mən Naxçıvan konsertimdə rəqsanəni yenidən kəşf elədim. Təşəkkürlər. Cəmal Prins məni Rusal qəbul olmuşam ya. Düzdür, bütün konsertlərimin hamısında çox gözəl, özəl geyimlər hazırlayır Cəmal mənə. Amma bu günlərin çıxışımız dənizdə olduğu üçün, yəni dəniz kənarında olduğu üçün biz düşündük ki, ora belə olmaq lazım. Çok güzel. Make-up, əlləri qızıl ustam mənim, Babəkin. Bir vefa atmışsan yollara, bana yandırmışsan sevmərəm bir daha. Bir vefa atmışsan yollara, bana yandırmışsan sevmərəm bir daha. İçime atıyorum aşk, ölüyorum galiba. Sizi ben göre kaybediyorum galiba. İçime atıyorum aşk, ölüyorum daima. Seni göz göre kaybediyorum galiba. Bir vefa atmışsan yollara,